Sənəti pisi yoxdur. Sənətkarın pisi var. Bu sənəti uğurlamışam daha doğrusu. Təhsilim baytar həkimidir. Kənd təsərrüfatı mütəxəssisiyəm. 13 il baş həkim işləmişəm. Sovxoz Həmkarlar Təşkilatı işləmişəm. Əfsuslar ki, erməni nankorları, bizim qonşu dediyimiz bu düşmənlər bizə zülm etdi. Zəngilanı qoyub Araz çayını adlayıb gəldik bura. 4 qız uşağım, yoldaşım Bakı şəhərinə pənah gətirdim. Ən çətin günlərimiz başladı. Kətdən gəlmişəm, kənd adamıyam, nətər deyir, mən gördüyüm təsərrüfatdır, maldır, heyvandır. Biz gəldik bura, bir müddətdən sonra hamı dəyişdi, mən dəyişəmədim. Vallahi elə mən təsərrüfat adamı kimi qalmışam. İş tapa bilmədim. Mənə Zəngilanda tanıyırdılar ki, bu filan sovxozun böyük həkimidir və yaxud da belə. Çox əzablı günlərim oldu. Fəhlə kimi işlədim, çalışdım. Dostum vardı burada, Aydın adında. Bu sənəti uğurladım ondan. Tam mənimsədim. 98-ci il idi. Dedim ki, artıq açar ustası işləyəcəm. Kimə getdim dedim, bunlar dedi ki, sən baytar həkimsən, sən hara, haçar hara. Anam rəhmətli dedi, ay bala, getginə nə bilim, simbişka satı. Ay anam, mən simbişka satım, ayıbdır, bu sənətdir, bilmirlər, onlar da kətdən gəlib. Bu haçar hamıya lazımdır. Görsən, dünyada o maşın qalmayıb ki, gəlməyib bura. Dünyada o formada qapı zamokları olmayıb ki, bax bu da lazerini deyirik, sonra indi kodlandı, sonra nətər deyir, ayrı-ayrı aparatlarla açılır, bağlanır. O vaxtlar Sovet dövründə idi, ancaq Kustar üsulü ilə yığılanlarıdır. Bir də Zavod Sovetin vazdavonxları var idi. Onlarıdır. ...98-ci ildə getdim, aparatı qoydum, indi haçarı bağlamışam. Əllərim əsir, həyəcan keçirirəm. Klient durub orada, yoldaşım da oradadır. Həqiqətən də Allah hamının, xanımın canını salamat eləsin. Mənə yoldaşım dedi ki, bəs nə olub sən, axı belə deyildin sən. Mən elə bir ki, onun imamiyyətdə ayıldım. Klientlər mənə çox hörmət qoyurdu. O vaxt hər cür millət var idi, burada Rus çoxudur. Nə qədər onlar haçar gətirdi. Bu sənət mənimdir. İstərəm 5 manada kəsərəm, istərəm 20 manada kəsərəm. Amma yox, Allah göydən baxır. İnsaf da dinin yarısıdır da, bunu alırıq, kəsirik, əlimizi dağıdırıq. Dəmirləndir, burada əlimin qabiliyyəti iləndir. Elmi yoxdur, ancaq həndəsəni gərək yaxşı biləsən. Çünki hamısı bucaqdır, üçbucaqdır, trapezdir, primazdır, prizmadır, beləncə şeylər var hamısında. Bunlar olmazsa bu fiqurlar alınmaz. Hamısı həndəsiyə bağlıdır. 2000-ci ildə, 2005-ci ildə Karovkanın içində 100 dənə olurdu. Bunun yarısını kəsirdim elə olurdu. Bu Malakan bağının içində yaxşı restoran vardı. Bütün xaricilər gəlirdi. Görürdün ki, bir haçar kəsir, götürür ora 10 dollar atır və yaxud da 50 dollar atır. Yəni, yaxşı pul almışıq. Məsələn, mən elə olar ki, bir gündə 100 manat alaram. Laf 150 də alaram. Sənət adamıyam, gedərəm, qapı bağlı qalıb, 50 manat açaram, 40 manat açaram. Özü görür ki, bu ya vır dağıt, ya da belə. Mən dövlətimdən də razıyam, xalqımdan da razıyam, millətimdən də razıyam. Bu peşədən bilirsən, az da almışıq, çox da almışıq. Məsələn, almışıq, indi mən nə deyim, almışam, bankda da pulum olub. O qədər alırdım ki, məsələn, mən dollarda pulum vardı. Özüm fikirləşdirdim ki, görün dədəm, babam mənim bir belə pul alıb. Mənim atam 1908 təvəllüddü, 48 yaşında hesab elə dünyaya gəlmişəm. Dədəm işlədirlər, Sovet vaxtıdır, elmi yoxdur, savadı. Köçəl verirdilər, buğdanın köçəlin. Özü nə bilim, aparıb bir yerdə odun satsaydı, heyvanımızın birini satsaydı bizi də. Yəni, əzab-əziyyətlə gəlmişik. Gənclərin sənəti öyrətmişəm, özdə mən yalandan sənə demərəm ki, sən gözəlsən və yaxud da sən busan. Mən sənəti öyrətmişəm, onun valideynini çağırmışam, özüm qıraqda durmuşam. Demişəm, götür, kəs, atana get. Mən bu sənəti öyrətib pul almamışam, ha. Qardaşım oğlunu öyrətmişəm, fikri vardı,
sonra müəllimdir, getmədi. Bu sənət oturaq sənəti, buna görə oturub yeyəsən. Necə ki, o dəyirman ki, bir-birinin üstündə oturur, onu eləyir, verir millətə, qaça-qaça bu sənəti işlətmək olmaz. Gərək oturasan, bu sənətin fikrin burada olur. Məsələn, kürəkənim var, qaçqınlıq vaxtına düşdü, oxuyanmadı, təhsil alanmadı. Bu sənəti mən öyrətmişəm, o məndən çox bilir, gəncdir, cavandır. Bir xoşbəxtliyim odur ki, insanlar məndən tez mehribançılıq eləyirlər. Bütün sənət yoldaşlarım mən bilmədiyimi mənə öyrədirlər. ...1998-ci ildə 2010-a qədər Malakan bağında olmuşam. Küçə alverin ki, yığışdırdılar, düz dedilər. Xoşa gəlməz idi. Şəhər eləmişdilər biabırda. Simbiçka satan, nə bilim, nə satan biabır eləyirdilər. Mən də bir neçə yerə müraciət elədim. Mənə Səbail rayon bələdiyyəsindən qeyri-yaşayış yeri olaraq buranı göstərdilər. Butka gətirəcəyik, beləsinə. İndi gətirmədi, amma mənim bu sənət budur, buradadır. Vergi verirəm, ondan sonra sosial verirəm. Olduqca çətindir. Hamının ehtiyacı var bura. Bax, bıçaq itiləyirəm, haçar kəsirəm. Qapı bağlı qalır, açıram. Mən birinin üzüyü əlimdə qalır, şişib kəsirəm. Elə işlər görmüşəm ki, alıram, toplayıram, qoyuram, gəlirlər, gecə ilə dağıdırlar. O taxtaları bax, sökəmişəm qış günü, qalmışam ki, oğurluyurlar, aparırlar, aynı oyunumu da. Bir butka nədir ki, orada yazır 2 kvadrat metr yer, Həsənov Zeynal Dünyamalına verilsin, fiziki iş görmək üçün. Atalar bir söz deyib, iş insanın cövhəridir. Mənim əllərimə bax, 2 oğulun əlidir, bir əlim. Atverka bax, buradan batıb, buradan çıxıb, bilməmişəm, maşın əlimi kəsib, bax, buradan ayrıb bu tərəf tikib, 17 tikiş qoyublar. Ancaq bir xoşbəxtliyi odur ki, elin çörəyi tükənmir, el məni dolandırdı. Allahımızın adına and olsun, mən indi Allah bilər, mən bilmirəm, Bulatnokondadır indi, ha vaxtsa varaqlayacaq, mənim atfamla gəlində, özü atın göndərəcək, yəhərim, mən minib gedəcəm. Mən hər şeylə sevinən adamım, ordumuzla. Müzəffər ordunun o qalibinə mən küçədə özümdən asılı olmaraq oynadım, çəkdilər. İnsanı yaşadan onun ürəyinin təmizliyi. Mən Haçarla Allaha şükür balalarımı da böyütdüm. 25 ildir, 26 ildir bu işlə mən işləyirəm. Sənət yaxşı şeydir. Bax, balalarım köçürmüşəm. Məktəb direktoru işləyən var. Bir qızım hərbçidir, bir qızım bağça müəllimi idi. 4 nəvəm var, evləniblər, nəticəm var. Onu da deyim, Allah olmayanlara da qismət eləsin. Arzu birinci Qarabağ müharibəsi idi ki, Qarabağ alındı. Min şükür. Arzu vətənə getməkdir ki, o vətən bizi çağırdı, getdik, o şəhidlərin hesabına. Arzu odur ki, vətənə gedək. Bu cəmaat yeri genəlsin. Çünki biz burada Bakı sakini deyilik. Pasportumuzda yazıblar Zəngilan rayonu Çöpədərə kəndi. Artıq Zəngilan da alınıb, gedəcəyik ora. Getmişik də, dövlətin başçısı öz tapşırığını verib, evlərimiz də tikəcəklər. Amma bir arzum odur ki, 2 kvadrat metr yerdə bir köşkü istəyirəm. Bu dəbdəbəli yox ha, elə bir ki, soyuq olmasın mən. Soyuqdan elə bir ki, azad olam. Normal bir oturam, da yaşlaşmışam da, nə qədər özümü şeyləsim də, valla, yaş öz işin görür. Çox sağ ol deyirəm sizə, diqqətinizə görə, minnətdarım sizə. Allah sizdən razı olsun. Bax, bu zəhmətkeş əllərinə sizə çox sağ ol deyirəm. Çox sağ ol, çox sağ ol.